Gözəl və uğurlu olmaq çətindir. Çünki çox vaxt insanlar səni daha gözəl, daha uğurlu, daha güclü, daha varlı, daha fit olmağını rahat qəbul edə bilmir. İdman zalına getməyə başlayırsan, deyirlər ki, hə nə olub, fitanyaşka olacaqsan. Ya da ki, bloqa başlayırsan, deyirlər, influencer olacaqsan. Bəli, olacam. Biri ilə münasibət qurursan, deyirlər, yəqin ki, abuzerdir. Ona görə də hər deyilənə qulaq asmaq lazım deyil. Ən çox özümüzü dinləməliyik. Çox insan başqasının uğurunu qəbul edə bilmir. Sən nəyəsə nail olduqca, inkişaf etdikcə bu bəzilərini narahat edir. Çünki sən irəliləyirsən, o isə yerində addımlayaraq qalıb. Və bu həqiqəti görmək onları incidir. Artıq sənin yanında özlərini rahat hiss edə bilmirlər. Hətta səni geriyə çəkmək istəyə bilərlər. Unutma ki, ətrafın dəyişə bilər, amma həyatında ən vacib olan insan sən özünsən. Sırf bu səbəbdən başqalarının nə deyəcəyinə görə yox, səni nə xoşbəxt edirsə onu et. Və təbii ki, bloqumu izlə, çünki bura səni xəyalındakı həyata aparan yoldur.